axşam namazını qılmaqla ən mübarək günlərdən sayılan Zilhiccə ayının ilk 10 günlüyünə daxil olduq. Baxdığımız zaman Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm hədis-i şəriflərində bu günlərin əhəmiyyətinə xüsusi vurğu eləmişdi və biz müsəlmanların da bu günlərdə ibadətlərimizi artırmağımızı tövsiyə etmişdi. Və həqiqətən də Zilhiccə ayının ilk 10 gününün, yəni bu gün daxil olduğumuz günlə bərabər Qurban bayramı da daxil olmaqla olan günlər nədir? Bu günlər Allah qatında demək olar ki, ən dəyərli günlərdən biri sayılmaqdadır. Və biz bunu hardan anlamış oluruq? Biz elə Quran-ı Kərimin özünə baxdıqda bu məsələnin mahiyyətinə varırıq. Belə ki, Fəcr surəsində Allah Teala bu günlərə and içir. Və ləyəlin əşr ifadəsi ilə and olsun 10 günə deyərək Zilhiccə ayının 10 gününə Uca Rəbbimiz burada and içmiş olur eyni zamanda. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədis-i şərifləri də burada bizim köməyimizə çatır ki, bu günlərin mahiyyətini anlaya bilək. Demək, bir hədis-i şərifində Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, ayların əfəndisi Ramazan ayıdır. Aylar içərisində ən çox tərifə layiq olan ay isə Zilhiccə ayıdır. Bizim içərisində daxil olduğumuz bu aydır ki, aylar içərisində ən çox tərifə layiq aydır. Ona görə də İslam alimləri bu Zilhiccə ayını 2-ci Ramazan olaraq da adlandırmışdılar. Hətta burada bir məsələ də vardır, çıxır qarşımıza. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədis-i şərifində buyurur ki, deyir, Allah qatında ən dəyərli əməllər Zilhiccə ayının ilk 10 günündə işlənilən əməllərdir. Yəni, görün, hədisin böyüklüyünə baxın ki, Allah Teala'nın ən çox qiymət verdiyi əməllər bu günlərdə işlənən əməllərdir. Bunu söylədiyi zaman səhabələr çox təəccüblənirlər, çox sevinirlər eyni zamanda. Qayıdıb Peyğəmbərimizə sual verirlər. Deyirlər, ya Resulallah, məsələn, Allah yolunda cihad eləmək var, ən böyük ibadətlərdən biridir. Yəni, bizim bu günlərdə işlədiyimiz əməllər cihad ibadətindən də mi üstündür Allah qatında? Allah Resulü qayıdır ki, bəli, bu günlərdə işlənən ibadətlər Allah qatında cihad ibadətindən belə daha üstündür. Amma burada bir istisna qoyur, deyir, şəhidlik burada istisnadır. Çünki şəhidin savabı daha artıqdır, deyir Allah Resulü sallallahu aleyhi və səlləm. Və əziz qardaşlar, buna görə də bu günləri Ramazan ayı ilə müqayisə eləmişdilər. Məsələn, biz baxdığımız zaman görürük ki, Ramazanın ən qiymətli günləri onun son 10 günlüyüdür. Niyə son 10 günlüyüdür? Çünki Ramazan ayının ilk 20 günündə nisbətən daha asan bir şəkildə ibadətlərimizi yerinə yetiririk. Aleykümselam. Amma axır 10 gününə yaxınlaşanda səbrimiz azalır, bədənimizin taqəti yavaş-yavaş düşür. Nə bilim, bu şəkildə artıq son 10 gününü ihya etməyimiz daha çətin bir hala gəlir. Ona görə Ramazan ayının son 10 günü ən fəzilətli günlər qəbul olunur. Və biz Ramazan ayının son 10 gününü Zilhiccə ayının ilk 10 günü ilə müqayisə edirik. Soruşurlar ki, ya Resulallah, bəs Ramazanın son 10 günü mü daha fəzilətlidir, yoxsa Zilhiccənin ilk 10 günü mü daha fəzilətlidir? Bu zaman qayıdır cavab verir ki, deyir ki, bax, Ramazanın son 10 gününün gecələri fəzilətlidir. Çünki Qədr gecəsi o 10 günlükdədir. Zilhiccənin ilk 10 gününün gündüzləri fəzilətlidir. Yəni, çox fəzilətli günlərdir. Və bunu soruşa bilərsiniz ki, niyə? Necə olur ki, bu Zilhiccə ayı bu qədər fəzilətli ay olur? Bunu İbn Həcər rəhmətullahi aleyh öz Fəthül Bari adlı kitabında açıqlayır. Deyir ki, bax, Ramazan ayının gecələri fəzilətli idi. Niyə fəzilətli idi? Çünki Quran-ı Kərim o gecələrin birində, yəni Qədr gecəsində indirilmişdi. Bir də bu Zilhiccənin də gündüzləri fəzilətlidir. Niyə fəzilətlidir? Çünki Zilhiccə ayında həcc ibadəti yerinə yetirilir. Zilhiccə ayında namaz qırılır, oruç tutulur, hətta qurban ibadəti yerinə yetirilir. Zəkatdır, çox adam Zilhiccə ayında verir. Yəni, bu kimi bir neçə ibadət özündə cəmləşdirdiyinə görə Zilhiccə ayının ilk 10 günü bu şəkildə fəzilətli Allah qatında qəbul olunmuşdur. Və təbii ki, baxdığımız zaman burada biz onun da şahidi olmuş oluruq ki, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, 3 dənə 10 günlük var ki, bu 365 gün içərisində o 3 dənə 10 günlük xüsusi əhəmiyyət daşıyır. Bunlar hansı 10 günlüklərdir? Birincisi, az öncə qeyd etdiyimiz Ramazan ayının son 10 günlüyüdür, çox fəzilətlidir. İkincisi, hal-hazırdan Qurban bayramına kimi olan 10 günlükdür, yəni Zilhiccənin
10 günlüyüdür. Üçüncüsü isə Məhərrəmin 10 günlüyüdür. Yəni Aşura gününə qədər olan vaxtdır ki, bu 10 günlük çox fəzilətli günlər olaraq qəbul olunur. Və Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm bu günlərə məxsus olaraq tövsiyə elədiyi ibadətlər vardır. Bu ibadətlər hansılardır? Birincisi, bir səhabə ilə söhbətləşərkən deyir ki, tövsiyə verir ona. Deyir, bu günlərdə səcdələrinin sayını artır. Yəni, nafilə ibadətlərini artırmağın sənin üçün çox böyük fəziləti olacaqdır. Deyir, ya Rasulullah, niyə mən bu günlərdə səcdələrimi artırım? Allah Rasulü buyurur ki, çünki deyir, hər etdiyin bir səcdə səni Allaha yaxınlaşdıran bir vəsilədir. Dolayısıyla, nə qədər çox səcdə eləsən, Allaha bir o qədər çox yaxınlaşmış olacaqsan. Və bir digər məsələ deyir, hər etdiyin səcdəyə görə Allah Teala deyir, sənin cənnətdəki mövqeyini qaldırır və sənin günahlarını bağışlayır. Ona görə də əziz qardaşlar, xüsusilə bu günlərdə, ən azından bu 10 gün ərzində sünnət namazlarımızı xüsusi diqqət yetirək, ən azından bir gündən bir, 2 gündən bir, gücümüz çatarsa hər gün təheccüd namazlarına qalxmağa da çalışaq burada. Və bir digər məsələ baxdığımız zaman Peyğəmbər s.ə.v tövsiyəsi vardır, xüsusi bir tövsiyəsidir ki, deməli, Zilhiccə ayının günlərində təşrik təkbirləri gətirin. Yəni, Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallahu və Allahu Əkbər, Allahu Əkbər və lilləhil həmd. Məsələn, tutaq ki, usta işləyiriksə, usta işlədiyimiz yerdə daş qoyarkən və yaxud şkatır vurarkən, nəsə bir iş görərkən bu sözləri deməyimiz, yəni dilimiz də boş qalmasın deyə bu sözləri işlətməyimiz çox böyük fəziləti var. Məsələn, traktor sürürük, traktor içərisində olarkən bunu deyə bilərik. Boş vaxtımızı yolla gedərkən deyərik. Bu kimi işlərdə harada desək bizim üçün fəzilətlidir. Hətta deyir, səhabələr arasında Əbu Hüreyrə radiyallahu anh ilə Abdullah ibn Məsud radiyallahu anh olur ki, onlar Zilhiccə ayının günlərində bazara gedərdilər deyir. Bazarda yüksək səslə təşrik təkbirlərini gətirərdilər. Allahu Əkbər, Allahu Əkbər, La ilahə illallah və Allahu Əkbər deyərək orada olan satıcılar da, alverə gələnlər də yüksək səslə onlara qoşulardılar deyir. Bu təkbirləri gətirərdilər. Yəni, bu Peyğəmbər sallallahu əleyhi və səlləm bizə olan tövsiyəsidir. Allah Rəsulunun bir digər tövsiyəsi də var ki, deyir, Zilhiccə ayının günlərində təhmidi, təhlili və təkbiri də artırmağınız lazımdır. Yəni, təhmid nədir? Təhmid əlhəmdülillah deməkdir. Bu zikri deyə çox deyin Zilhiccə ayında. Təhlil vardır, La ilahə illallah zikridir. Və eyni zaman təkbir vardır ki, bu da Allahu Əkbər zikridir. Yəni, Allah böyükdür zikri bizim etməyimizdə çox böyük fəzilətlər vardır burada. Yəni, bu zikirləri Allah Rasulü bizə tövsiyə edir. Uca Rəbbimiz bunları davamlı olaraq deməyi bizim hər birimizə nəsib eləsin. Və bir digər məsələ də burada baxdığımız zaman müdriklərimizin tövsiyələri var. Deyirlər ki, siz əgər bu Zilhiccə ayının günlərini dəyərləndirməyə bacarsanız, Allah sizin ömrünüzə bərəkət qatacaqdır deyir. Və eyni zamanda ruzinizi bərəkətləndirəcək, ölüm anında ruhunuzun daha asan bir şəkildə, ağrı acı verilmədən çıxmağına yardımcı olacaq. Qəbrinizin də genişlənməsinə, qəbir əzabından qurtulmağınıza da kömək edəcəkdir bu günlərdə edilən zikirlər. Və məsələn, bu günlər deyir, o qədər fəzilətli günlərdir ki, burada əgər sizlər deyir, bir xəstəni, yəni sıravi bir insanı, bir xəstəni orada siz ziyarət eləsəz deyir, sanki bir Allah dostunu ziyarət eləmiş kimi savab qazanacaqsınız. Əgər bir cənazəyə qatılsanız bu günlərdə, sanki bir şəhid cənazəsinə qatılmış kimi deyir, orada savab qazanmış olacaqsınız. Ona görə salih əməllər bu günlərdə artırmağı Həzrət Peyğəmbər bizlərə burada tövsiyə etməkdədir. Və baxdığımız zaman oruc ibadəti. Oruc ibadəti bu günlərin ən fəzilətli əməllərindən biridir. Niyə fəzilətlidir? Baxdığımız zaman deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləmin tərk etmədiyi, heç vaxt tərk etmədiyi 4 dənə sünnəsi vardır. Bu 4 sünnə hansılardır? Birincisi, sübh namazının ilk sünnəsidir ki, bunu heç vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləm tərk etməmişdi. Bir digəri, Zilhiccə ayının ilk 9 günü, yəni Qurban bayramı günü oruç tutulmaz, ilk 9 günün tutduğu oruçlardır. Və üçüncüsü, Məhərrəm ayında o tutulan Aşura orucudur ki, 2 gün tuturuq orucu. Aşura orucu tutun deyir. Üçüncü olaraq isə hər ayın 13-ü, 14-ü, 15-i Peyğəmbər s.ə.v tutduğu oruçlardır. Bunu deyir Allah Rasulü heç vaxtı tərk eləməmişdir. Yəni Peyğəmbər s.ə.v bunu tərk eləmədisə, demək ki, bildiyi nəsə bir şey var ki, tərk eləməyibdir. Ona görə Allah bizə hamımıza da oruçları tutmağı nəsib eləsin. Və bir digər məsələ burada, çünki orucun mükafatı çoxdur. Niyə mükafatı çoxdur? Allah Teala bir qüdsi hədisində buyurur ki, bəndənimin deyir, namazı da, zəkatı da və digər bütün ibadətləri deyir, onun üçündür. Bir tək deyir, oruc mənim üçündür və orucun mükafatını da mən verəcəm deyir bu mənada.
Yəni çünki deyir, bəndə sırf şəhvət hisslərindən, sonra bədən tələbatlarından və digər bütün məsələlərdən Allah rızası üçün əl çəkdiyinə görə Allah Taala o orucun mükafatını özü verəcəyini orada qeyd eləmişdi. Yəni Allah vəd edirsə ki, mən qarşılığını verəcəm. Yəni Allah da təbii ki, cömertlərin ən cömerti olaraq gör bizə nə qədər böyük orada mükafatlar vəd etməkdədir uca Rəbbimiz. Və bir digər məsələ ondan ibarətdir. Allah Rəsulü buyurur ki, kim Zilhiccə ayında oruç tutarsa, tutduğu bir günə müqabil, bir gün oruca müqabil 70 illik məsafə qədər cəhənnəm ateşindən uzaqlaşdırırlar. Yəni təbii ki, biz ağıl sahibi isə, əgər ağıl sahibi insanlar olsa, hamısını tutmasaq da ən az gör bir gün tutmaq adamı 70 illik məsafə qədər cəhənnəm ateşindən uzaqlaşdırır. Ən azından məsələn 1-ci, 4-cü gündən tutmaq olar. Ən əsası da Arafa gününün orucudur. İnşallah ondan da danışacağıq. Arafa günü orucu tutmamız lazımdır. Və bir digər hədis şərifdə isə keçir ki, deyir, əgər siz Zilhiccə ayında oruç tutarsınızsa, bu tutduğunuz orucu səmimi qəlbdən tutduğunuz təqdirdə sizin keçmiş və gələcək bir illik günahlarınızın bağışlanmağına gətirib çıxaracaqdır. Yəni Allah Taala bu oruçları tutmağımızı nəsib eləsin. Və digər məsələ isə burada Arafa günü. Yəni Arafa günü ən fəzilətli gün olaraq bilinməkdədir. Yəni bir hədis şərifdə keçir ki, gecələrin ən fəzilətlisi Qədr gecəsidir, günlərin ən fəzilətlisi isə Arafa günü olaraq keçməkdədir. Arafa günü nə zamandır deyə soruşsaz, Arafa günü məsələn bizdə bayram 6 iyunda olacaqsa, 5 iyun Arafa günü düşür. Yəni bayrama bir gün qalmış, hacıların Arafatda olduğu vaxta Arafa günü deyirlər. Bu vaxtı ibadətlərimizi artırmamız xüsusilə önəmlidir, deyir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deyir, Allah Taala Arafa günündə cəhənnəm atəşindən insanlara bağışladığı qədər heç bir gündə bu qədər çox insanı bağışlamamışdı buyurur Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu günlərdə həqiqətən ihya etməyimizin fəziləti artıqdır eyni zamanda və Tirmizidə keçən bir hədis şərif var. Qeyd olunur ki, duaların ən tez qəbul olunduğu, duaların Allaha, belə deyək ki, Allahla qul arasında duaların ən tez qəbul olunduğu gün hansı gündür? Arafa gündür deyə o hədis şərifdə keçməkdədir. Və ən əsas məsələ, gəldik bura, bunu heç birimizin unutmamağımız lazımdır. Qurban bayramına xas olan vacib bir əməl vardır ki, bunu tərk eləməməyimiz lazım. O da nədir? Namazların sonunda təşrik təkbirləri gətirməkdir. Məsələn, bizim günümüzlə bunu izah eləsək, Arafa günü sübh namazından başlayaraq, bayramın 4-cü günü ikinci namazda daxil olmaqla Allahu Ekber, Allahu Ekber, La ilahe illallah və Allahu Ekber, Allahu Ekber və lillahil həmd sözünü deməyimiz vacibdir. Bu, yəni Hənəfi məzhəbində vacib olan bir ibadətdir. Əgər bu ibadət yadımızdan çıxarsa, o zaman tövbə eləməyimiz lazım. Yəni bu dərəcə önəmli bir məsələdir. Yəni bu nədir? Tutaq ki, namazı qıldın, qutardın. Namazı qutarandan sonra fərz ibadətindən sonra, yəni sünnələrdən sonra deyilməz. Fərz ibadəti bitirdin, arxasından bu təşrik təkbir gətirirsən, ondan sonra başlayırsan əstəğfurullah, 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 Allahümmə təsələm, kəsələm sözünü bu təşrik təkbirlərindən sonra deyirsən. Bunu kişilər yüksək səslə deməlidir, qadınlar isə asta səslə deməlidirlər. Əgər tutaq ki, namazın fərzini bitirmirsən, fərzi bitirəndən sonra birdən yadından çıxdı demək, keçdin əstəğfurullah, əstəğfurullah dedinsə, fərz ibadətdən söhbət gedir. Tez bir zamanda yadına düşərsə, ona demək lazımdır. Yox, əgər artıq əstəğfurullahı dedin, qutardın, ayağa qalxdın, yadından çıxdısa, o zaman nə etməyimiz lazım? Tövbə eləməyimiz lazım, əziz qardaşlar, ki, Allah bizi bağışlasın. Çünki vacib olan bir ibadəti tərk eləməməyimiz lazımdır. Bu mənada tövbə eləyək ki, Allah da bizi bağışlasın. Yəni, ayın 5-dən, ayın 5-i sübh namazından başlayaraq, ayın 9-u ikinci namazda daxil olmaqla fərz ibadətlərindən sonra mütləq şəkildə bu təşrik təkbirləri deməyimiz lazımdır. Və bir digər məsələ burada saç kəsilməsi, dırnaq kəsilməsi məsələsidir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kim əgər qurban kəsəcəksə, yəni bir adam mən qurban kəsəcəm deyə niyyət etmişdisə, o adamın bugündən başlayaraq, yəni Zilhiccənin ilk günündən başlayaraq bayram namazını qılınana qədər saçını qırxmasın deyir, bədənindən hətta hər hansı bir tükü belə qopartması doğru deyildir və dırnaqlarını kəsməsin deyir. Yəni qurbana niyyət edən insanın saçını kəsməsi, dırnaqlarını kəsməsi, nəsə bir bu şəkildə təmizlik etməsi nədir dinimizdə qadağan edilmişdir. Əgər bir adamın yadından çıxarsa, tutaq ki, o adam qurban kəsəcək, amma yadından çıxıb üzünü qırxmışdısa, bunda bir günah yoxdur, bir qəbahət yoxdur. Çünki bu vacib bir ibadət deyil, sünnə bir ibadətdir.
Təbii ki, əgər o bu işi görərsə, tənzihən məkruh sayılmaqdadır. Yəni halala yaxın məkruhdur. Sadəcə olaraq orada olan savabı qaçırdığına görə o din cəhətdən xoş qarşılanmamaqdır. Yəni burada dırnağı uzatmağın, üzü qırxmamağın bir əslində hikməti də vardır. O hikmət nədən ibarətdir? Bizlər bu günlərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin ölmədən öncə ölün sözünü tətbiq etməyə çalışmalıyıq. Yəni bir insan da öldükdən sonra bir müddət onun üzünün tükü uzanmağa davam eləyir, dırnaqları uzanmağa davam eləyir. Yəni bu günlərdə də dırnağınızı kəsməyin, saçınızı, üzünüzü qırxmayın deyərək sanki o ölümü daha çox xatırlayın sözünü Peyğəmbər sallallahu əleyhi və səlləm bizlərə orada idrak etdirməyimizə kömək etmək istəyir Həzrət Peyğəmbər. Yəni bunu da burada etməyimizdə çox böyük fəzilət var. Bəs yaxşı, mən qurban kəsməyəcəm, amma özümün tükünü saxlamaq istəyirəm, dırnaqlarımı kəsməmək istəyirəm. Bu da olar. Yəni qurban kəsməyəcək bir insanın da bu şəkildə ibadət etməsi, yəni savab vəsiləsi olaraq görülməkdədir əziz qardaşlar. Və burada baxacağımız digər bir məsələ də ondan ibarətdir ki, əziz qardaşlar, dolayısıyla bu ibadətləri yerinə yetirməyimiz lazımdır. Bunu bir nümunə ilə də izah edək ki, məsələn, bu gün tutaq ki, sabah açılanda insanlar yuxularından qalxırlar. Baxırsan ki, biri velosipedlə işə gedir, biri maşınla işə gedir, biri məsələn axsiya işə gedir, biri nə bilim təyyarə ilə işə gedir, biri gəzməyə gedir, işə də getmir. Yəni bu şəkildə insanların fərqli vasitələrlə, kimisinin asan bir şəkildə, kimisinin isə çətinliklə bir yerə getməyə çalışdığını görürük. Bu axirətdə də belə olacaq əziz qardaşlar. Axirətdə də insanlar qəbirlərindən çıxandan sonra kimisi nur üzərində cənnətə gedəcəkdir, kimisi sürünərək cəhənnəmə gedəcəkdir, kimisi isə hətta Quran-ı Kərimdə keçir ki, kekilindən tutularaq deyir, kekillərindən tutularaq üz üstə sürülərək cəhənnəmə aparılacaqdır. Yəni bu dünyada kimin maddi imkanı çoxdursa, o daha yaxşı vasitələrlə iş yerinə gedir, amma axirətdə maddiyyata baxılmır, axirətdə mənəviyyata baxılır. Yəni mənəviyyat da nədən ibarətdir? Daha çox kimin imanı varsa, o daha asan bir şəkildə cənnətə gedəcəkdir. Kimin imanı isə zəifdirsə, o çətin bir şəkildə cəhənnəmə sürüklənəcəkdir. Burada biz görürük. Yəni bu günlər Allahın bizə fürsətidir. Yəni bu fürsəti dəyərləndirməyimiz lazımdır. Yəni sanki Allah Təala bizlərə bu günlərdə müraciət edir ki, ey bəndələrim, yəni siz Ramazandan sonra bəzən günahlara batdınız, bəzən oldu ki, qəflətdə namazlarınızı qaçırdınız, bəzən özünüzə yaraşmayan hərəkətləri elədiniz, günah qazandınız. Yəni bu günlər o günahları bağışlatmaq üçün Allahdan fürsətdir ki, bizə bu fürsəti dəyərləndirməyimiz lazımdır. Allah Təala bizlərə şans verir, bu günləri qəflətdə keçirməməmiz lazımdır eyni zamanda. Və unutmayaq ki, ən fəzilətli ibadətlər Zilhiccə ayının ilk 10 günündə edilir. Yəni ən fəzilətli əməllər bu gündə edilir, ən fəzilətli günlər bu günlər qəbul olunur və Allah qatında bu günlərdə edilən əməllər qədər dəyər qazanacaq ikinci günlər yoxdur. Biz bu günə gəlib çatmışıqsa, bəlkə heç gələn il bu vaxta qədər gəlib çatmayacaq. Yəni bunu biz heç kim bilmir. Bəlkə bu Zilhiccəni başa vurandan sonra dünyamızı dəyişəcək. Bunları biz tam olaraq bilmədiyimizə görə bu günümüzü düşünməliyik, bu günümüzü də dəyərləndirməyimiz lazımdır. Sonda Allah Taalaya dua edək ki, Uca Rəbbimiz bu Zilhiccə ayının fəzilətini dərk etməyi bizə hər birimizə nəsib eləsin. Allah Teala bu günlərin haqqını verməyi, bu günləri faydalı bir şəkildə keçirməyi, savab vəsiləsinə çevirməyi də cümləmizə ikram eləsin. Və selamun aləl mürsəlin.